Gilas var 3 manatdan başlayır, ta 20 manata kimi gilaslar var bazarda. Mövsüm meyvələrinin qiymət artma səbəbi hava ilə əlaqədardır. Cavalıdır 3-5 manat. Yayın ən çox alınan meyvələri sırasında gilas, şaftalı, ərik ilk yerdədir. Ancaq son günlər bu meyvələrin qiymətində artım müşahidə olunur. Bəli, bu meyvələri almaq əvvəlki illərlə müqayisədə heç də asan deyil. Çünki qiymətlər qalxıb. Bəs bu bahalaşmanın səbəbi nədir? Gəlin birlikdə öyrənək. Mövsüm meyvələrinin qiymət artma səbəbi hava ilə əlaqədardır. Küləkli, yağışlı, istər-istəməz qarlı hava, dolulu hava keçdiyi üçün bütün mallar, ağacda olan mallar hamısı yerə səpilib, həmən mallarda qurd basır, eləyir deyəndə onlar tullantı olur. Ağacda qalan məhsullar baha qiymətinə gəlir, çıxır bazara. O da ki, bağ yerlərini ziyan eləyir deyəndə həmən ziyanı qarşılamaq üçün gətirir, çıxarırlar bazara. Ona görə biz də avtomatik qiymət, yəni bağdan çıxdığı qiymətə görə biz də yəni münasib qiymət eləyib satış eləyirik. Neçədir bu meyvələrin qiyməti? Meyvələr hamısı fərqli-fərqli qiymətdən başlayır. Məsəl üçün, gilas var 3 manatdan başlayır, ta 20 manata kimi gilaslar var bazarda. İndi 3 manata olan gilasla 20 manata olan gilas bir deyil. Həm iriliyinə, həm dadına, həm bağına, həm şirkətinə görə dəyişir istər-istəməz. Mövsüm meyvələrinin qiyməti neçədir? 10 manata 5 manata gilas, 5-10 manat arası dəyişir. Cavalıdır 3-5 manat. Sonra ərikdir 10-15 manat.